5-ci test tapşırığına diqqət yetirək. Sözlərdən biri feildən düzəlməmişdir. Bir qədər çətin test tapşırığıdır. A variantında siz bilirsiniz ki, ğın, gın, ğun şəkilçisi feillərdən sifət düzəldir əsasən, bəzən də isim düzəldir. Demək, bu sözün kökü feildir. Düzülmək sözü ıl, il, ul şəkilçiləri də feilə qoşulur. Düz, düzül. Bu da feildən feil düzəldən şəkilçidir. Demək, sözün kökü düzmək feilidir. Düzülüş sözündə də onun kimi düz, düzül, düzül, düzülüş. Sözlərdən biri yenə düz, düzül, yenə feildən düzəlib. Düzülüş artıq feildən düzələn isimdir. Düzdürmək sözü də düz, düzdür. Bu da feildir. Amma düzlük sözü sizə artıq bilirsiniz ki, əziz abituriyentlər, lik üstü 4 şəkilçisi çox feillərə qoşula bilmir. O, sifətlərdən, isimlərdən, saylardan, əvəzliklərdən adətən isim, bəzən də sifət düzəldir. Demək, düzlük sözünün kökündəki düz sözü düz feilidir. Feildən isim düzəltmişik, mücərrəd mənalı isim. Testimizin doğru cavabı B bəndi.